İkinci Dünya Müharibəsində Alman faşizminə qarşı vuruşmuş Azərbaycanlı partizan Mirdamət Seyidov. İkinci Dünya Müharibəsi başlayanda Mirdamət'in 19 yaşı var idi. Olduqca kasıb bir ailədə böyüyən Mirdamət sonralar tibb təhsili almışdır. Müharibənin ilk günlərindən cəbhəyə getmiş, amma Almanlara əsir düşmüşdür. Daha ölüm düşərgəsində olan Mirdamət Seyidov buradakı insan tonqalının şahidi olub. 43-cü ildə faşistlərin Almaniyanın Ştrans əsir düşərgəsindən İtaliyaya, Trieste və Yugoslaviyaya köçürdüyü Sovet hərbi əsirləri içərisində xeyli Azərbaycanlı var idi. Onlardan biri də Mirdamət Seyidov idi. Mirdamət Seyidov 2-ci Dünya Müharibəsi illərində Yugoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan Sovet zabiti və kəşfiyyatçısı kimi xidmət etmişdir. Onun əfsanəvi partizanlar Cavad Həkimli Mehdi Hüseynzadə ilə tanışlıqları da burada başlayıb. Onlar dəfələrlə birlikdə çətin tapşırıqları çiyin-çiyinə yerinə yetiriblər. Mirdamət Seyidov və Mehdi Hüseynzadə gizli antifaşist təşkilatı yaratmışdılar. Bir-birinin ardınca əldə olunan uğurlar onu nəinki bütün ölkədə, İtaliya və Yugoslaviyada da məşhurlaşdırır. Onlar 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, Gradnik adına İtalyan Yugoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdilər. Mirdamət Seyidov Yugoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı xüsusi kəşfiyyat təxribat qrupunun tərkibində fəaliyyət göstərmişdir. Mirdamət Seyidov və Mehdi Hüseynzadə 1944-cü il aprelin 2-də Trieste şəhərinin yaxınlığında kinoteatrı partlatdı. Nəticədə Hitlerçi əskər və zabitlərdən 80 nəfər öldü, 110 nəfər isə ağır yaralandı. Mirdamət Seyidovun partizan həyatını əks etdirən bu və digər sənədlər də Azərbaycanın Tarix Muzeyində öz layiqli yerini tapmışdır. 2011-ci ildə vəfat etmiş və Göygöl rayonunun Qızılca kəndində dəfn edilmişdir.